Bugün Gəncədə İdman kompleksində keçirilən 3-cü MDB oyunlarına qatıldım. Əslində ora gedəcəyimə əvvəl ümidim yox idi. Çox axtardım, amma bilet tapa bilmədim. Hətta biraz da əhvalım pozulmuşdu deyə bilərik. Elə bilirdim ki, ümumiyyətlə gedə bilməyəcəm. Amma sonunda dəvət kağızı əldə etdim və QR kod ilə salona keçdim. Oyun kompleksin ikinci mərtəbəsində keçirilirdi və yerlər sərbəst idi. Harada istəsəniz əyləşə bilirdiniz. Salon tam dolu idi və ab-havası inanılmaz dərəcədə coşqundu. Maskotlar hamını ruhlandırır, azərkeşlər isə böyük həyəcanla səslənirdilər. Oyun aralarında isə meydanda çıxanın rəqs edirdi. Enerjilər və əyləncələri bütün salona yayıldı. Meydanda Rusiya ilə Özbəkistan üz-üzə gəldi. Mən Özbəkistan dəstəkləyirdim açıqcası, amma Rusiya azərkeşlərinin gür səsi salonda üstünlük qazanmışdı. Təxminən 2 saata yaxın izlədim və 4-cü setə qədər qaldım. Təəssüf ki, vaxt məhdudiyyətinə görə erkən çıxmalı oldum. Amma düşünürəm ki, ruslar qalib gəlmiş olar. Əslində mən açılışa qatılmaq istəyirdim, amma başım öz işlərimə qarışdığı üçün bilet almağı unutmuşdum. Oyun Azərbaycana ilk dəfə gətirilirdi və bizdə birinci səfər belə bir şey olduğu üçün həqiqətən qatılmağa və görməyə dəyərdi. Həmçinin təsadüfən qatıldığım və canlı izlədiyim çox xüsusi bir an oldu.